bütün iltihabı xəstəliklə lənk gedişli forması var, yarım kəskin, bir də kəskin gedişli forması var. Kəskin olanda biraz sürətlə gedə bilir. Amma lənk gedişli, yarım kəskin gedişli formalarında çox asta gedir. Lənk gedişli formasında hətta illərlə, məsələn 3 il, 5 ilə lənk gedişli formada olan proses kəskin gedişli formada ola bilir 3 ay, 5 aya. Bir də oynağın tamamilə kilitlənib bitişməsi, hansı ki biz ankiloz adlandırırıq. Bu daha çox ankilozlaşan spondil artritdə olur. Bir də iltihabdan sonraki kontrakturalarda uzun illər boyu düzgün müalicə etmədikdə və yaxud uzun illər boyu hormonal dərmanlar qəbul edən insanlarda ki, iltihabdan sonra oynaq sanki kilitlənir. Artıq hərəkət yoxdur. Heç bir hərəkətlilik yoxdur. Bu istənilən oynaqda ola bilir. Ankilozlaşan spondil artritdə daha çox onurğada rast gəlinir və ətraf oynaqlarda da görünə bilir. Və bu ankiloz baş verdisə, artıq ankilozun geri dönüşü yoxdur. Cərrahi əməliyyatla çözülə bilir. Onurğada neynəmək olur? Ankilozlaşan spondil artritdə belə bir məsələ var ki, bütün fəqərələr ankilozlaşıb tərpənmirsə belə, bəzən müayinə nəticəsində biraz iltihab prosesi sonlandırdıqdan sonra bir neçə fəqərədən birində biraz hərəkətlilik əldə eləyib, tam ankilozlaşmamış hissələri tapırıq və onların hissəvi hərəkətini bərpa etməklə xəstənin heç olmasa minimal hərəkətlərini həyata qaytarıb, özünə qaytarıb, yəni hərəkətliliyini, az da olsa hərəkətliliyini bərpa eləyə bilirik. Demək ki, uzun müddətli əzələnin gərginliyi varsa, evdə hər kəs diqqət yetirsin. Çünki dediyimiz kontrakturalar bir çox səbəbdən. Həkimin dediyi kimi anadan gəlmə, nevrogen, oynaq, əzələ. Deyim ki, vərəm artritindən tutmuş, psoriatik artrit, podagrik artritlər, bəli, bütün nəticə etibarilə açılan, bükülən bir əzələdə sanki bir iflicilik müşahidə edirsən. Problem törənir və hərəkət pozğunluğu verir. Hərəkətsizlik. Birdən də əlavə edeyim, bu çənə oynağına da aiddir. Çənə oynağında proses daha ağır gedir, daha dərin proses gedir. Çünki çənə artrozlarında asinxronizm baş verdikdə bəzən bir çox hallarda səbəbkar tərəfdə deyil, digər sağlam tərəfdə ağrı olur. Asinxronizm zamanı ki, hansı tərəf ki tutulur, oynaq axıra qədər açıla bilmir. Digər sağlam tərəfi insan ağzını böyük açmaq istəyəndə digər sağlam tərəfin hesabına açmağa çalışır. O da xəstə tərəfin də işini öz üstünə götürmək istədiyi üçün daha çox əziyyət çəkir, daha çox açılmağa məruz qalır və çənə oynağında başqa oynaqlardan fərqli olaraq bir problem var. 2 fazalı oynaqdır. Yəni birinci faza çeynəmə aktında, ikinci faza əsnəmə aktında. O kapsuladan açılanda ki, menisk artıq işə düşməlidir. Menisk bir tərəfdə açılmışsa, digər tərəfdə əyilmə baş verir. Həm açılması, həm əyilməsi ki, bu da bir ağrı verən bir məsələdir. Ona görə də çənə oynaqlarının problemlərində bir çox hallarda o ağrıyan tərəfə başlayırlar, ora iynə vururlar, bilməzsən, ora fizioterapevtik nələrsə güya eləyirlər. Əslində problem bu tərəfdədir. Əslində problem bu bir tərəfdə deyil.